Demək. First come first served alqoritmidir. Yəni birinci gələn birinci işini görər. Sıra bu şəkildədir. P2, P1, P0. What is average execution time of process? Normal execution time istəyəndə hamısını cəmləyirik. 1 plus x plus 13. Average execution time istəyəndə məsələn x-ə neçə verək? 15 verək məsələn. P2 1 saniyə işləyib, P1 15 saniyə, P0 13 saniyə. Birinci P2 işləyib. P2 0-cı saniyədə gəldi. Hamısı 0-cı saniyədə artıq otaqda hazır idilər. Otağın qabağında hazır idilər. Yəni 0-cı saniyədə hamısı sırada idilər. Prosto sırada P2-nin qabaqda dayanmışdı. P1 sonra, P0 ondan sonra. 0-cı saniyədə hamısı otaqda hazır idilər. 15 birinci P2 qəbula girir. Sıranı da yazaq. P2, P1, P0. Birinci P2 otağa girir. 1 saniyə üçün görür, çıxır. Yəni 0-cı saniyədə gəlir, 0-cı saniyədə otağa girir. Waiting time burada lazım deyil deyə hesablamırıq. 1-ci saniyədə çıxır. Sonra yenə hamısı 0-cı saniyədə gəlir. Bunları da yazaq qarşımasın. P2, P1, P0. Hamısı 0-cı saniyədə gəlir. P1 nə edir? 1-ci saniyədə otağa girir. Çünki artıq 1 saniyə keçmişdi. 1 saniyənin P2 eləmişdi də. P1 x-dir. Yəni 15'dir. 15 saniyə otaqda qalır. 16-cı saniyədə otaqdan çıxır. P0 16-cı saniyədə otağa girir. 16-cı saniyə otağa girir. 13 saniyə otaqda qalır. 29-cu saniyədə çıxır. İndi xarici ədəbiyyatda social average execution time. Xarici ədəbiyyatda execution time deyilən anlayış yoxdur. Ya burst time var, ya da turnaround time var. İndi mənim maraqlandığım qədərilə biz total execution time'a burst time yazmalıyıq, amma average execution time'a turnaround time yazmalıyıq. Turnaround da nədir? Həkim məntiqindən düşünün. Bunlar bir xəstəliklər. Gəlirlər həkimin otağına, birinci növbədə dayanırlar, sonra içəri girirlər və bitirirlər. Turnaround time bunların hospitala girdiyi andan, hospitaldan çıxdığı ana kimidir. Bura həm növbədəki waiting time daxildir, həm də burst time daxildir. Yəni əslində turnaround time bərabərdir waiting time üstəgəl burst time. Bu hamısı 0-cı saniyədə girdi də, bu 1-ci saniyədə çıxdı. Demək ki, P2 1 saniyə vaxt keçirdi total hospitalda. P1 16 saniyə total vaxt keçirdi. Çünki 0-cı saniyədə girdi, 16-cı saniyədə çıxdı. P0 da 0-cı saniyədə girdi, 16 saniyə növbə gözlədi. Riyaziyyatımı sevim. 16 13 saniyə iş görür deyə 16 başlayın yana. 16 üstəcə 13 29 28 deyil. P0-da burasını boş verin. Bu elə bildim 16 üstə 13 28 üstə 10 düzəldirdim 29 imiş. Səhər-səhərdir beynim işləmir. P0-da 29-cu saniyədə çıxdı otaqdan. 0-cı saniyədə gəlmişdi. Yəni bunlar turnaround time'lardır. Turnaround time'lardır. Average turnaround time'da 29 1 30 üstəgəl 16 46 böl 3. Bu da eləyir 15 tam 33.